Ümumdünya şəhər salma forumunun başlaması ilə əlaqədar şagirdlərə tapşırıq verildi ki, gələcəyin şəhəri adlı layihəniz olsun və gələcəyin şəhərini necə görmək istəyirsinizsə, necə görürsünüzsə, bu şəhəri maket halında düzəldib dərsə, məktəbə gətirin. İndi onların düzəltdikləri şəhərlərə baxacağıq ki, necə şəhər görmək istəyirlər. Deməli, Həvva xanım öz gələcəyinin şəhərini düzəldir. Belə, gələcəkdə öz şəhərini necə görmək istəyirsə elə. Düzdür, Həvva. Gəlin, zəhmət olmasa bizə məlumat ver, öz gələcək şəhərində nələri qeyd eləmisən? Mən gələcəkdə günəş panelləri, binaların üstündə günəş panelləri, sonra ağıllı dayanacaqlar, yağış suyunun toplanılması, təbiət çirklənməsin deyə zibil qabları. Zibil qutuları hətta deyəsən növlərinə görə fərqli növlərdə qurlaşdırılır. Düzdür? Hal-hazırda da var, tətbiq olunur, ancaq ki daha çox istifadə eləsə, hər binanın həyətində olsa, təbii ki daha gözəl olar. Günəş panelləri binaların üzərində qurlaşdırılır ki, elektrik enerjisindən onları təmin eləsin. Həmçinin yaşıllığı yaddan çıxartmamısan mütləq şəkildə ağaclar, çiçəklər. Sonra burada yağış suyunun toplanması barəsində belə bir cihaz hazırlamışam. Bu da təzə bir şeydir və çox qəşəngdir ki, yəni ki, yağış suyunu burada toplayıb daha sonra istifadə eləmək mümkün olsun, eləmi? Bəli. Bu isə ağıllı dayanacaqdır ki, burada temperatura ilə elektrik, yəni belə deyək, ağıllı. Ya bunu sən izah eləsən daha yaxşı olar. Necə yəni, nə demək istəmirsən, necə qurmaq istəmirsən? Burada xəritə göstərmişəm. Yəni. Hardan hara gedir, üzərində göstərir. Əla, əla. Ağıllı da olması yəqin ki, bu hansı ki elektrik alması, alternativ enerji mənbələrindən düzdür. Əla, bu tulkadan da bu məqsədlə istifadə etməyə çox qəşəngdir, əladır. Dünyamız belə, bu sənin şəhərindir, düzdürmü? Bu Həvva xanımın şəhəri. Əla. Bağlaya bilərsin. Deməli, bu da Sami ilə 7-ci sinif şagirdi Sami ilə qardaşı Əyyub 8-ci sinif Əyyubun hazırladığı gələcəyin şəhəri, yəni öz şəhəri. Öz şəhərində binalar hansı formada qurmuşsan? Üzbəüz yaşayış binaları. Binalar üzbəüz yaşayış binaları, həm göy yuxarılarında isə günəş panelləri. Bu göyrək günəş panelləri. Günəş panelləridir. Və ətrafda dincəlməyə bir qədər yer, ortadan yol. Qəşəng. Ağacları da var. Əsas yaşıllıq qurmuşsan ki, yəni hər yer bina belə olsa yaşıllıq mütləq. Yaşıllıq olmalıdır. Və ortadan kim təhlükəsiz şəkildə keçməsi üçün bir işıqlardan yol keçirilir. Dincəlmək üçün yer, ağacları. Çox qəşəng ağaclarım var. Əla. Bu da sənin şəhərin, düzdürmü? Əla. Fəxranə şəhərdə bina istəmir, mən belə görürəm. Bina istəmirsən, əla. Yer kürəmiz nə deyir? Təkrar emal edilir bizə. Düzdür? Əla, qəşəng. Sonra bir də məktəbli şagirdimizi görürük. Sonra özünü danış görün, başqa nə demək? Mənim düzəltdiyim maketin adı ekoloji dünyadır. Ekoloji dünyada yerləri çeşidləndirilməkdir. Fərqli qutulardan istifadə edilir. Bunlar bir yerə qoyulur, organik plastiklər çağırır. Onlar yerə atılmalı və meşəli. Orada zibili yerə yox, zibil qutusuna atmaq yazılır. Yerə yox, zibil qutusuna at, əla. Məktəblilər özləri göstərirlər ki, organik tullantı, yəni təbii tullantılar və yaxud da ki, yağış tullantıları yerinə adda təbiəti olduğu kimi sev və qoru. Və deməli biz daha çox təbii həyat veririk. Binalardan gündə də işin Baharın şəhəridir, özünün qurulmuş şəhəridir. Bahar şəhəri barədə məlumat ver bizə. Mən təkrardan bərpa eləməyə çalışan bir şəhərdir. Özü bərpa eləməyə çalışan bir şəhər. Binada külək işimiz var. Külək işimiz var. Binamızın üstündə günəş paneli var. Günəş paneli var. Ondan sonra burada da tullantılar üçün zibil qabı var. Ayrı, kağız və şüşə tullantılar üçün. Bu nədir? Su. Su ambar kimi qurulur. Sonra özünü bərpa eləməyə çalışan ağaclarımız var ki, özlərini yenidən bərpa eləyib, yaşıllığı bərpa eləməyə çalışırıq. Və xəstəxanamız, məktəbimiz, yaşayış binamız, işıq qorumu və təbii ki, yemək Əllərə sağlıq. Asi ilə Aygünün özünün qurduğu şəhər maketimizdir. Danışın görün barəsində şəhəriniz barəsində. Ekoloji və sosial həyatın birləşməsi.
Aha. Ekoloji və sosial hadilikdə, yəni binalar ilə yaşıllığı birləşməsi daha gözəl olar. Aha. Günəş panelləri, bu da restoranların və yaxud da polis yerini və yaxud da binaların üstünə olsa, qəşəng həyatımız, yaşıllıq adlı ekolojimiz olar. Ekologiyamız daha təmiz olar, düzdür? Burada ağaclarımız var ətrafda. Həmçinin maşın yolları, polis idarəsi, yaşayış binası. Sonra burada nə var? Restoranınız da var. Yaşayış binasının ətrafında çoxlu çiçəklər, güllər. Hətta burada dincələn bir ayınız da var. Binalarınızın üstündə günəş panelləriniz var. Günəş enerjisini təmin etmək üçün. Sonra alternativ enerji mənbələrindən biri də oradadır ki, nədir? Külək enerjisini təmin etmək üçündür. Əla qızlar, əllərinizə sağlıq.